Böyük qayıdış proqramı uğurla icra olunur. Bu dəfə Xocalı şəhərindən 33 ailə, yəni 137 nəfər köçülüb. Bakı şəhərindən 15, Goranboydan 7, Abşerondan 3, Ağcabədidən 2, Sumqayıt şəhərindən 2, Gəncədən 1, Qobustan rayonundan 1, Şirvan şəhərindən 1, Mingəçevirdən 1 ailə yola salınıb. Beləliklə, bugünkü köçdə nəzərə alınmaqla Xocalı şəhərindən köçülən ailələrin ümumi sayı 85-ə 341 nəfərə çatacaq. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış, səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 mindən çox insan yaşayır. Allah prezidentimizin canını sağ eləsin. Allah şəhidlərə rəhmət eləsin, qazilərimizin canı sağ olsun, möhtərəm prezidentimiz bugünkü gündə şükür bu günə ki bizi Xocalıya göndərir. Mən o vaxt elə özüm Xocalıda olmuşam, 4 qardaş, 2 şəhidim olub. İndi də şükür bu günə ki mən Xocalıya qayıdırıq. Allah prezidentimizin canı sağ eləsin. Prezidentimizə can sağlığı versin. Allah bütün şəhidlərə rəhmət eləsin. Bu günləri biz çox arzulayırdıq. Şükür ki bu günə gördük. Qarabağ Universitetində oxumaq istəyirəm, IT sahəsi üzrə. İnşallah gələcək planımı yavaş-yavaş quracam özüm. IT üzrə düşmək istəyirəm, kompüter mühəndisliyi ilə belə deyək.